Murad Bey, xoş gördük sizi, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Murad Bey, ilk olaraq istəyirəm ki, Azərbaycan səfirliyinin vurulması məsələsi ilə bağlı danışaq. O mənada ki, dünəndən etibarən əsas təhlil istiqamətlərimizdən birinci hal deyil, amma bu dəfə daha ciddi proseslərdən söhbət gedir. Hətta kütləvi informasiya vasitələrinin dünən belə bir iddiası var idi ki, səfir və onun ailəsi də binada olub. Daha sonra rəsmi olaraq təsdiqlənmədi, amma belə bir ehtimalın olduğu da səsləndirildi. Fransadan ən son xəbər üzərində danışası olsaq, təhlillərimizə başlayası olsaq, Azərbaycana dəstək gəldi və bu çox önəmlidir. Həm Azərbaycan-Fransa münasibətləri baxımından, həm də ümumiyyətlə istəyirəm ki, səfirliyin vurulması məsələsi ilə bağlı ilkin təhlillərinizi alaq, daha sonra detallara keçid eləyək. Xüsusən ki, Rusiyadan gələn açıqlamalar diqqət çəkirdi. Bilirsiniz, bugünkü günə qədər Rusiya rəsmi olaraq Ukraynaya müharibə elan etməyib. Və bu deməkdir ki, Ukrayna ərazisində yerləşən diplomatik nümayəndələr beynəlxalq qanunvericiliyə görə, xüsusi olaraq Vena konvensiyasına uyğun olaraq diplomatlar qorunur. Hər bir dövlətin, o cümlədən Rusiyanın borcudur, istənilən yerdə diplomatik toxunulmazlığı qorusun. Və bu zərbə məhz birbaşa olaraq Vena konvensiyasının pozulması deməkdir. Ona görə Rusiya tərəfindən biz görürük ki, müxtəlif informasiya, fake informasiyalar ötürülür, güya ki, bu Rusiyanın raketi deyir və s. və s. Bilirsiniz, biz artıq bu ilə rastlaşmışıq. Biz Azərbaycan təyyarəsinin vurulması ilə bağlı müxtəlif fake məlumatları eşitdik, səslənməyini. Amma biz birinci gündən faktları təsdiq eləmişdik və onun üstündə dururduq və nəticə etibarilə olaraq Rusiya tərəfi də demək olar ki, bunları qəbul elədi. Bu günləri də mən hesab edirəm ki, Rusiya tərəfinin raketi İskəndər raketi ilə məhz o zərbə vurulub. Bir məsələdə toxunaq, ona görə ki, bu təkcə birinci dəfə deyil və nəinki səfirlik binasında birinci dəfə deyil. Ümumiyyətlə, Ukrayna ərazisində Azərbaycana məxsus olan obyektlərə zərbələr endirilib. Bu faktlar var. Ona görə bu ilə bağlı Rusiya tərəfi açıqlama verməlidir və bu hadisədən irəli gələn məsuliyyəti daşımalıdır. Rəsmi Dövlət Agentliyinin ilk açıqlamasını təqdim etdik biz öncə. Məhz deputatın açıqlamasından öncə. İstəyəm birinci onun üzərində danışaq. Daha sonra deputatın açıqlaması da önəmlidir. Ona da toxuna qeyd edir ki, bu məhz İskəndərin zərbəsi deyil. Çünki oradakı oyuq deyir, daha da geniş olar. Hətta əsaslandırma da aparılır həmin o məlumatda. Bu sadəcə olaraq Ukraynanın hava hücumundan müdafiə sistemi olan Patriotun zərbəsidir. Hətta əsassız olaraq belə bir iddiada irəli sürülür ki, Ukrayna bunu dəfələrlə eləyib. Yəni, belə deyək də, ümumi loru dildə desə, deyir ki, Ukrayna öz ərazisini vurur, öz adamlarını öldürür və öz ərazisindəki diplomatik korpusun nümayəndələrini, diplomatik binalara hədəf alır, amma günahı bizim üzərimizə atır və bu da ilk deyil deyə bir əsassız bir iddia ilə çıxış elədilər. Əsassız deyirik də, amma bir digər tərəfdən də nə deməkdir belə bir açıqlamanın Dövlət Agentliyi tərəfindən verilməsi? Bilirsiniz, bu da təcrübəli bir şey yoxdur, şəxsən mənim üçün. Ona görə ki, biz dəfələrlə Rusiya rəsmilərindən də bu cür bəyanatları eşitmişik və o, hətta biz Ukrayna ərazisinə daxil olmamışıq, biz Ukrayna ilə müharibə aparmamışıq. Bu bəyanatların hamısının biz şahid olmuşuq. Ona görə indiki o deyilən məlumatlar heç bir əsası yoxdur. İndi bir ekspert kimi mənim özümün bir müəyyən bu hadisələrlə bağlı baxışlarımı onunla bölüşmək istəyirəm. Mən baxdım o zərbə deyən əraziyə. İndi biz təqdim edirik həmin ərazilərin görüntülərini bir daha ekranlarımızda görürük. Məhz o yerin özünü göstərmək lazımdır, hara raket deyib. O yerə baxsaz, bilirsiniz mənim yadıma düşdü, eyni oxşar yerdir Şuşaya atılan İskəndər raketi də, bax o cürünə dağıntılar aparmışdı. Çox ona oxşayır. O ki qaldı Patriot raketlərinə, Patriot raketlərə hava hücumundan müdafiə sistemidir. Onun partlayıcı maddəsi çox güclü olmur. Onlar xüsusi olaraq qəlpələr vasitəsilə zərbələr endirilir. Biz həmin o hissəni göstərik. Baxın, heç vaxt Patriot raketi bu dərəcədə dağıntıları eləyə bilməz. Ona görə ki, ona ehtiyac da yoxdur. Onun məqsədi odur ki, havada uçan istər təyyarəni, istər raketi sıradan çıxartmaqdır. Ona görə onun döyüş başlığında çox da patlayıcı maddə yoxdur. Amma bu birbaşa olaraq İskəndər raketindir və hesab edirəm ki, əziyyət də çəkməsinlər, o deputatlar və s. Fakt göz qabağındadır. Orada İskəndər raketin qalıqları da var, hər şey də var. Bunlar hamısı çıxacaq, göstəriləcək.
Bu baxımdan hesab edirəm ki, artıq dəfələrlə biz buna rastlaşmışıq. Murad bəy, məhz nota verildi, amma sonrasında məhz biz Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadənin də açıqlamasını eşitdik və Ayxan Hacızadə özü vurğuladı ki, biz oradakı mənzərəni gördükdə heç də bunun məqsədli olmadığını deyə bilmərik. Belə bir ehtimalda gəlir ağla və digər tərəfdən ən önəmli məsələ də, elə notada da bu qeyd edilmişdi ki, Azərbaycan məhz həmin ərazilərin koordinasiyalarını elə 2022-ci ildə təqdim edib Rusiyaya. Buna baxmayaraq bu koordinatlara heç bir məhəl qoyulmur. Və belə olan halda həqiqətən də ağla gələn tərəf olur ki, məqsədli şəkildəmi olub? Daha sonra açıqlamalar da verilmir, notaya rəsmi heç bir reaksiya verilmir. Həqiqətən də məqsədli olubmu fikri üzərində daha çox dayanırıq, elə deyilmi? Bilirsiniz, bunu bir mənalı olaraq indiki anda demək mənim üçün çox çətindir. Ola bilsin məqsədli də ola bilər, ola bilsin məqsədli də olmasın. Ona görə ki, Rusiya məxsus olan o İskəndər raketlərin dəqiqliyi həddindən artıq keyfiyyətsizdir. Bilirsiniz, o İskəndər raketlərin fərqi ola bilər 500 metrə, 600 metrə aralı, amma sual yaranır ki, Kiyev mülki şəhərdir, paytaxt şəhərdir, burada mülki insanlar yaşayır. O şəhərin üstündə İskəndər raketləri neynir? Bax, indi düşməyəcəkdi bizim səfirin qabağına, tutaq ki, düşəcəkdi başqa hansısa bir mülki binaya, orada yaşayan insanlar, axşam vaxtı atılır, o hamısı evində, eşiyində. Bu baxımdan mən hesab edirəm ki, bu cür addımlar Rusiya tərəfini bir daha göstərir ki, müharibənin aparılma qanunlarını ciddi şəkildə pozurlar. Və ümumiyyətlə Rusiyanın son dövrlər apardığı Ukraynada müharibənin məqsədi, siz fikir verin, ancaq mülki şəhərlər zərbələr endirirlər. Ukraynadan fərqli olaraq. Ukraynanın bu günləri əlində imkanlar var, kifayət qədər artıq olan Neftun raketləri kütləvi şəkildə istehsal olunur. Amma siz geç görməzsiniz ki, Moskvanın mərkəzinə hansısa bir raket uçsun. Onlar ancaq və ancaq hərbi obyektləri və hərbi obyektləri təmin eləmək üçün yanacaq bazaları, neft ayırma zavodları və s. strukturları nişana alırlar. Bax, bu fərq göz qabağındadır. Biz deputatın açıqlamasını təqdim etdik, Aleksey Çapanın. O qeyd edir ki, belə bir hal yaşanmayıb. Çünki biz deyir, hərbi obyektləri hədəf alırıq. Biz hərçənd ki, artıq 4-cü ildir belə bir şey görmürük. Dəfələrlə mülki obyektlər hədəf alınıb. Yəni artıq orada 7 nəfərin ölməsi ilə bağlı xəbərləri təqdim edirik. Yüzlərlə adam yaralanır. Bu hələ sadəcə bir neçə gün öncə olan həmin o hücumlardır. Dəfələrlə mülki ərazilər hədəf alınır Rusiya tərəfindən. Bunu kənara qoysaq, Çepa özü də vurğulayır ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi bir açıqlama verməlidir. Çıxıb bir reaksiya verməlidirlər bu məsələ ilə əlaqədar. Olub, olmayıb deyə. Yəni, deputat belə öz Xarici İşlər Nazirliyinə bir müraciət ünvanlayır deyə bilər. Amma hələ də heç bir səs yoxdur. Adətən biz görürük ki, Mariya Zakharova olsun, Dmitri Peskov olsun, çox tez şəkildə reaksiya verirlər proseslərə. Amerika Birləşmiş Ştatlarından açıqlama gələndə, heç uzağa getməyə Ermənistandan belə açıqlama gələndə, o gün taxıl məsələsi ilə bağlı biz iddia məsələsində gördük ki, anında məhz Peskovdan açıqlama gəldi Paşinyanın o açıqlamasına qarşı olaraq ki, bu yəni yalan məlumat deyil. Belə bir hal yaşanır, belə bir ehtimal var deyə. Niyə bir Azərbaycanla bağlı bəs notaya hələ də rəsmi cavab gəlmir? Düşünürəm ki, birinci odur ki, cavab verməyə söz yoxdur. İkincisi, onlar da Azərbaycanla Rusiya arasında olan münasibətləri də nəzərə alırlar. Bilirsiniz ki, uzun müddət idi bizim təhrif ediləndən sonra bizim münasibətlərdə ciddi gərginlik var idi və son dövrü məhz prezidentlərin düşənbədə görüşəndən sonra müəyyən yumşalmalardan söhbət gedirdi və bu ərəfədə yenidən oxşar bir hadisə baş verməsi Rusiya Xarici İşlər Nazirinin çıxılmaz bir vəziyyətdə qoyub ki, hansı formada bu məsələyə cavab bəyanatını versinlər. Mən belə düşünürəm. Əlbəttə ki, Murad bəy, digər tərəfdən də Azərbaycanın atmalı olduğu da addımlar var. Belə olan halda notaya rəsmi reaksiya gəlmir. Bu kimi hallar bir neçə dəfə yaşanıb. Siz vurğuladınız bayaq, sadəcə diplomatik nümayəndəliklər deyil. Biz avqust ayında məhz SOCAR-ın da orada Ukrayna ərazisində yerləşən obyektlərinin vurulduğu xəbərlərini təqdim etdik. Çox təəssüflər olsun ki, hətta orada can itkisi də olmuşdu. Xoşbəxtlikdən səfirliyimizə hansısa bir can itkisi olmadı. Azərbaycan hüquqi olaraq hansı addımlar atacaq?
Hüquqi olaraq bunu Xarici İşlər Nazirliyin çox güman ki, nəzərdən keçirdəcək və düşünəcək ki, bu ilə bağlı hansısa addımlar atsın. Amma mən hesab eləmirəm ki, bugünkü Rusiya ilə hansısa bir hüquqi müstəvidə hansısa bir işi görüb nəticə əldə eləmək olar. Biz bundan əvvəl təyyarə ilə bağlı proseslərdə gördük. Azərbaycan ciddi təpki göstərməyənə qədər, hətta hüquqdan da kənar, ondan sonra Rusiya tərəfi artıq başa düşdü ki, Azərbaycanla bu dillə danışmaq mümkün deyil. Hesab edirəm ki, bu cür yanaşmalar davam eləsə, əlbəttə ki, Azərbaycan onlara cavabını da verəcək və nəticələr onlar üçün pis olacaq. Ona görə ki, Rusiya bu günləri çox ağır durumdadır və o Kiyevə endirilən zərbələrin məqsədi var. Onlar sadəcə olaraq qisas alırlar. Bir gün ondan qabaq Ukrayna silahlı qüvvələri müharibə başlayandan bugünkü günə qədər ən güclü zərbəni Rusiyanın Novorossiysk dəniz limanına endirmişlər. Tamaşaçılar üçün bildirim ki, Rusiyanın Novorossiysk dəniz limanı gündə 2 milyondan çox barel nefti deməli tankerlərə doldurur və o liman fəaliyyətini dayandırıb. Görün nə qədər bunun təsiri var ki, dünya bazarında qiymətlər o saat 2% qalxdı, neftin qiymətləri. Və ümumiyyətlə, həmən o Novorossiysk dəniz limanı ilə dünya bazarında satılan neftin 2%-i təşkil edir. Bu cürünə zərbə Rusiyanın əsas gəlir gətirən ixrac sahəsinə, əlbəttə ki, Rusiya tərəfindən çox ciddi qarşılanır və başqa bir cavab da verə bilmirlər döyüş meydanında. Sadəcə olaraq bu cür addımlar atırlar. Aydındır. Biz elə danışırıq Rusiya-Ukrayna məsələsi ilə bağlı. İstəyirəm ki, bir qədər də elə bayaq etirazlarla əlaqədar xəbəri təqdim etdik. Ona da toxunaq. O mənada ki, məhz korrupsiya qalmaqalı. Ukraynada bir neçə gündə artıq gündəmi zəbt eləyib. Bununla bağlı Avropadan da bir çox açıqlamalar gəlir. Hətta Avropa İttifaqının Ukraynanın üzvlüyü ilə bağlı bu məsələnin problem yaradacağı deyilirdi. Bununla əlaqədar da bir açıqlama gəldi. Hətta ehtimallar, iddialar irəli sürülür ki, məhz Ukraynaya yardımlar bundan sonra gecikə bilər korrupsiya məsələsinə görə. Murad bəy, biz bir qədər yada salsaq, 2 il öncə də belə bir məsələ olmuşdu. 2 il öncə də bunlar baş vermişdi, amma onda bu qədər çox sanki səs-küy yaratmamışdı. İndi hətta yardımların azala biləcəyi, bir qədər dayandırıla biləcəyi ilə bağlı belə bir iddiaların irəli sürülməsi olsun, Zelenskiyə qarşı istefa tələblərinin səsləndirilməsi, aksiyaların keçirilməsi. Ələxüsus əlbəttə ki, bu da boş deyil. Çünki elə həmin o korrupsiya qalmaqalında adı çəkilən adamsa elə Zelenskinin ən yaxın adamıdır, ən yaxın dostu hesab olunur. Bunlar da heç təsadüfi deyil. Belə olan halda bu bir ssenarinin parçasıdırmı? Əslində pərdə arxasında nə baş verir? Yəni artıq Zelenskinin hakimiyyətdən salınması üçün o plan işəmi düşür? Necə dəyərləndirirsiniz? Düşünmürəm ki, böyük bir qlobal belə bir plan var indiki mərhələdə. Amma Ukraynada bilirsiniz ki, müxtəlif partiyalar var, keçmiş prezidentlər var, iddialıdırlar hakimiyyətə. Əlbəttə ki, onlar bundan istifadə eləyib, müxtəlif aksiyalar keçirdəcəklər. Amma mən aksiyada baxdım, deyim sizə ki, 100 nəfərə yaxın adamın orada dayanması, bunu heç aksiyada mən adlandırmazdım. Amma bir şey nəzərə almaq lazımdır ki, bu korrupsiya qalmaqalının üstünü kim açıb? Hansı dövlət qurumu açıb və o dövlət qurumu kimə tabedir? Yəni bu dövlət qurumu Prezident Zelenskiyə tabedir. Prezidentin icazəsi olmasaydı, heç vaxt o korrupsiya qalmaqalı açılmazdı. Və məhz Zelenski özü bunu açmaqla bir daha sübut elədi ki, o özü də baxmayaraq ki, o vaxtı ilə o ilə bir proyektdə iştirak etmiş onun köynə dostlarından idi. Amma lazım olan tədbirləri həyata keçirdirlər. Artıq 2 nəfər vəzifədən azad olunub və hesab edirəm ki, məsuliyyətə cəlb olunacaqlar. Bəli, Avropadan belə bir fikirlər söylənilir. Bilirsiniz ki, Avropada yardımlarla bağlı bir çox hallarda hökumət ictimai fikrə əsaslanıb həyata keçirdir bu siyasəti. Bəli, və ictimai fikrə bu təsir eləyəcək ki, əlbəttə ki, biz yardım eləyirik, biz öz vergilərimizdən ayırırıq, kömək eləyirik. Amma Ukraynada belə bir vəziyyətdə, belə bir insanlar var ki, bundan istifadə eləyib öz maraqlarını güdürlər. Aydın. Çox sağ olun Murad bəy, təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiniz və önəmli dəyərləndirmələrinizə